Universitet bitirsələr də məskunlaşdıqları rayonlarda ixtisaslarına uyğun iş tapa bilmirlər. Söhbət regionlardan paytaxta üst tutan, burada bəzi ixtisaslar üzrə təhsil alan şəxslərdən gedir. Nəticədə həmin məzunlar paytaxtda qalmağa üstünlük verir. Xüsusilə dizayn, marketinq, biznesin idarə olunması, informasiya texnologiyaları və bəzi mühəndislik sahələri üzrə regionlarda vakansiyaların məhdud olması və yaxud ümumiyyətlə olmaması gənclərin seçimlərinə təsir edir. Beləliklə, həm bölgələr ixtisaslı kadr itirir, həm də paytaxtda əhali sıxlığı artır. Oradakı struktur biraz məncə tam deyil, ona görə iş tapa bilmirlər öz sahələrinə uyğun olaraq. İş var, amma sahə olaraq, məsələn, mühəndisin rayonlarda iş tapma ehtimalı biraz aşağı faizdir. Aqronomluq sahəsidir, başqa sahələrdə orada işləyə bilirlər, amma indi üçün alınmır. Rayondan gələnlər var, amma rayonlara gedənlər biraz azdır. Yəni, qayıtsalar öz sahələrinə uyğun işləyə bilməyəcəklər də. Hamı şəhərə gəlir bu dəqiqə işləmək üçün, yəni universitet bitirənlər, tanışlarım çoxdur. Hal-hazırda burada oxuyanlar. Düşünürlər ki, bir də rayona qayıtmayacaqlar, çünki rayonda iş çox azdır bu dəqiqə. Məncə həmin şəhərlərdə o sahələr üzrə iş yerləri açılmalıdır ki, məncə hal-hazırda Azərbaycan üçün həmin şəhərlərdə iş yerinin açılması biraz çətin görsənir. Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyir ki, bəzi ixtisaslar var ki, onlar əmək bazarının tələbinə ümumregion üzrə cavab vermir. Buna misal olaraq maşın qayırma, metallurgiya və mədən mühəndisliyini qeyd etmək olar. Bu kimi problemlərin aradan qaldırmaq üçün ya məşğulluğun səviyyəsini artırmaq lazımdır. Yəni həmin regionda həmin ixtisasa uyğun yerlərə, uyğun iş yerləri açmaq lazımdır. Ya da ki, bu ixtisasda plan yerini azaltmağımı deyim və yaxud da əmək bazarının tələbinə uyğun olaraq kadr yetişdirmək lazımdır. Və nəticə etibarilə bu da müəyyən qədər işsiz gənclərin sayını azaltmış olar, həm də ki, regiondan Bakıya köçmənin qarşısını almış olar. Qarabağ Universitetində inşaat, tikinti yönümlü ixtisaslar var ki, həmin ixtisaslarda görürsünüz ki, sırf o ərazilərdə işləmək üçün alternativlər, imkanlar yaradır. Millət vəkili Ceyhun Məmmədov isə hesab edir ki, ixtisas seçimi edilərkən yaşanılan bölgənin imkanları da nəzərə alınmalıdır. Əgər bir şəxs bölgədə yaşayacaqsa, o bölgədəki iş imkanlarını nəzərə almalıdır. Misal üçün, bugün mən gənclərə tövsiyə edərdim ki, aqrar sahələr üzrə ixtisaslara üstünlük versinlər. Misal üçün, bugün bizim ciddi bir formada bölgələrdə bu sahədə mütəxəssislərə ehtiyacımız var. Amma misal üçün, siz tutaq ki, hansısa bir bölgədə yaşayırsınızsa və orada kiçik bir rayondan, kənddən söhbət gedirsə və orada hansısa böyük bir müəssisə yoxdursa, siz misal üçün dizayn ixtisasını oxuyub bölgənizə qayıtmaq istəyirsinizsə, bu artıq müəyyən çətinliklər yarada bilər. Deputatın sözlərinə görə problemin həlli yalnız gənclərin seçimindən asılı deyil. Onun fikrincə, əmək bazarının ehtiyacları əvvəlcədən müəyyənləşdirilməli, həmin tələbat əsasında həm qəbul planı hazırlanmalı, həm də gənclər düzgün istiqamətləndirilməlidir. Dövlət, yəni mən düşünürəm ki, biz tənzimləmə həyata keçməliyik. Biz planlaşdırma aparmalıyıq ki, misal üçün bizim hansı sahədə nə qədər mütəxəssisə ehtiyacımız var. Əgər misal üçün biz bu il məktəblərdə 1000 nəfər ali məktəbə coğrafiya müəllimi qəbul edəcəksə, bizim 5000 coğrafiya müəllimini məzun etməyimizə ehtiyac yoxdur. Artıq mərkəzi icra hakimiyyəti özü bir planlaşdırma aparmalıdır, maarifləndirmə aparmalıdır, təbliğat aparmalıdır, sıx müəyyən tədbirləri həyata keçməlidir. Mütəxəssislər hesab edirlər ki, regionlarda ixtisasa uyğun iş imkanlarının artırılması və ali təhsil üzrə planlaşdırmanın əmək bazarının real tələbatına əsasən aparılması əhali sayının azaldılmasına da təsir göstərə bilər. Nigar Qəhrəmanlı, Əli Cəfərov, Üzeyir Ağayev, Xəbər Ertəsi.